sizə qanuni lisenziyası olan, qeyri-yaşayış çıxarışı olan və ən əsası təp-təzə bir restoran bir saniyə də işlənməmiş halda təqdim edirəm. Hörmətli izləyicilərim, gördüyünüz bu restoran hər kəsin pul olandan geyə söhbət. Axtardığı, ancaq tapa bilmədiyi Sibrizin düz yaxınlığında 26 sotun içində yeni tikilmiş, möhtəşəm bir dənə restoran təqdim edirəm sizə. Bugünkü təqdimatımız maraqlı olacaq. Çünki buranın sahibi bu restoranı tikib, içərisinə alıb qab-qaşıq, zubaçiskasına qədər ofisantlarda rast olur, belə piş-piş edirlər, 3-cü kabinə, 5-ci, ona can alıb verib, təp-təzədir. Görsə şoka düşərsiniz. Təcili satır, bugün plan dəyişib, əziləcilər. Hansı qiymətə tikibsə, o qiymətə satır və bu subutalini sizə təqdim olunacaqdır. 26 sotun içində 5 dənə bisetkası var, istifadə olunmamış, yepyeni, içinin stulları var. Bunun 2 dənə restoran zonası var və üstündə teras var. Hamısını sizə göstərəcəm. Birinci həyətini göstərdim və maraqlı bir dənə sizə fışqa demək istəyirəm. Gördüyümüz bu başlanğıcda sizə təqdimat elədiyim bu daşın Balakəndən gətiriblər. Mərmər gəlib Daşkəsəndən. Bura bir əziyyət qoyub, can qoyublar da. Özünüz bilirsiniz, bu boyda şey kimi asan deyil. Kamerasına qədər var, su kəni var, generatoru var, dövlətdən alıblar transformator üçün. Orada uşaq əyləncə üçün yerləri var. Məndən də 100 dəfə yaxşı bilirsiniz. Baxdıqca analiz aparın. Qoyun qabağımıza çayı. Baxın ki, mən buranı alsam, üzü yay gəlir. Partladıram, partlatmaram. Bir dənə balıq, dənizin qırağı. Mən sizə bir dənə çöldən, bir dənə parkovkanı göstərdim ki, əsas restoranda gəldi bir maşından, kulturunu saxladı. Parkovka olmalı da burada. Elə başıma dönüm. Bir dənə gəl bir tərəfə bax. 19 maşınlıq düz parkovka. Bax bura. Qarşı tərəf Sibriz. Referans klinikasından üzbəüzdür. Sibrizin yeni layihələrinə olan məktəb. Burada maşınlar saxlayır. Bu qaymaq. Burada işçilərin otağı üçün nəzərdə tutulub. Uşaqlar üçün mini plaşatkası var burada. Əylənmək üçün. İstədiyiniz hər yer stol da qoya bilərsiniz. Mən belə baxıram bir yaxdan ki, burada normal stollar düzüb, yaxşı kebabçı, power götürəsən. Müştərilər bilsən neyniyə burada. Qoyduğun pulu sağ çıxarmaq olar. Mən sizə deyim ki, bunu 1.900.000-ə tikib sahibi. Elə 1.900.000-ə də satır hər şeyli. Yəni, zıvasız götürmür. Yəni, danışmaq olar da, söhbət eləmək olar. Mən sizə restoranı bir dənə içərisinin o müasir təmirini də görsədim. Dedilər ki, bu İngilis dilində deyilən set-up. Belə dedim, mənim izləyicilərim, neyini set-up'ı? Dəyərli izləyicilər, hazır masadır da, qaşığından çöpünə qədər, hamısı da Türkiyədən sana alıblar. Bir dəfə istifadə olunmuyor. Klonkalar çəkilib masaların üzərinə, mərkəzi havalandırması, burada hamam, tualet üçün nəzərdə tutulub. Bura bir kabinetdir birinci mərtəbədə. Bu binadan bir dənə üzbəyüzdə var, orada keçəcəyik. Kabinetlərin səviyyəsini, ümumiyyətlə təmir səviyyəsini görürsünüz. Zarafat 1.900.000 pul qoyublar obyektə. Hər şey yüksək səviyyədədir. İndi bar stoykasını, yəni kuxuna hissəsini sizə görsədim. Bura bar yeridir. Yəni kofe filan burada verirlər. Qalxaq ikinci mərtəbəyə, oranı da sizə yaxından təqdim. Burada hesablama maşını, sensoruna olan avadanlıqlar, hər şey təp-təzədir də, yəni bir saniyə belə işləməyib bu obyekt. Alıb bunu arendaya vermək olar, qəşəng pulu. Əlində pulun var, al bunu ver arendaya. Bura terasıdır, dəyərli izləyicilər. Burada masalar qoyulub, vremini qoyulub da, mərmər stollardır. Birbaşa dənizə baxır. Yay ayında yer tapmaq mümkün deyil burada. Bu mənim fikrimdir, çünki mən də Sibrizə gəlib gəlirəm. Yayda burada, məkanda yerlər olmur axı. İndi isə keçək, havaya baxıb.
Keçək o birisi restoranı mən sizə təqdim edeyim. Çöl tərəfə də nömrəmi yazıb vuracam. Yoldan keçəndə də maşınla görsəz, elə də nömrəyə zəng vura bilərsiniz. Bura ikinci restorandır, eynən onun kimi. Hər şey təzə, yeni təmir, yeni avadanlıqlar, lüks, havalandırma, kamera sistemi, hər yerdə kameradır. Dəyərli izləyicilər, yenə burada bir otaq, onun kimi hamam, tualet, burada mətbəx. Hələ bu mətbəxlər əsas mətbəx deyil. Mən sizə sonda o böyük mətbəxi göstərəcəm. Oradakı avadanlıqlara baxaq. Qalxaq yenə ikinci mərtəbəyə. Buranın zaten biyaq kimi eyni layihədir. Gördüyünüz kimi. Bu da eyni bir şeydir əzizləyicilər. Onun kimi. Bu da baxır dənizə. Burada da stollar qoyub yayda oturmaq üçün. Zotiklər də qoyursan qəşəng, qəlyan, filan, nə bilim, milyon nə şey eləmiyorlar. Canlı musiqi qoyursan burada, qəşəng belə tüklərdiyi kimi utma zadla, bir xanım oxuyur, rezervlə doldurursan. Restoran işlədənlər daha yaxşı bilər. Baxsınlar, özləri qiymətlərini sizə. Keçək, əsas mətbəxə bir dənə sizə görsədim, avadanlıqların adı maraqlıdır. Restoranın bu yan tərəfdən də giriş qapısı var. Yəni ki, burada VIP müştərilər gəlib, saxlayıb, düşdü müəllim, sürücü qayıtdı, getdi. Məncə onu nəzərdə tutublar. Burada mətbəx, ay maşallah, burada nə qədər avadanlıqlar var, dəyərli izləyicilər. Ən çox elə pul bura aparır. Peçkalar, xaldenilər, qazlar. Dedilər, Almaniyanındır, Alman brendlərini alıblar hamısını. Hamısı klyonkanın içindədir. Qaşıqlar. Kıstati buna baxıb, başqa restoran işlədən izləyicilər deməsinlər, falan şey adlı məni satmır. Yəni, elə satmırlar da. Yəni, o ehtiyac yoxdur hər şey ki, bir dənə çömçəni götürüb satsınlar. Bu belə satılır. 1.900.000 manat bura pul xərclənib. O qiymətlər satır. Sənədi də obyektdir, təkrarçı olmasın. Bura gəldin, çəpək yoxdur. Bir dənə fırıran ora. Bisetkalar hər birində təp-təzə taxtalar, taxta masalar, işıqlandırması, gül çiçəyi. Böyle hazır, bura lazımdır ki, qolunu çirmələsin, biznesmen izləyicilərim, qardaşlar girişsin bu söhbətə, alsın ya özü işlətsin, ya da versin bunu icarəyə. 1.900.000 manat endirim də olacaqdır. Başqa nə deyim sizə? Məncə daha ehtiyac yoxdur deməyə, hər şey göz qabağındadır. Sağ olun.